Salam. Meyvələri balona yığmazdan öncə qapaqları qaynar suda saxlayıram. Balonları qaynar suda yaxşı yuduqdan sonra hər birinə təxminən 600 qram təmizlənmiş istəyə görə meyvə yığıram və hər balona 2 ədəd limon dilimi, 2 ədəd nanə, 2 fincan şəkər tozu əlavə edirəm. Sonra isə balonları qaynar su ilə doldurub və qaynar suda saxladığım qapaqla bağlayıram. Balonların qapağını bağladıqdan sonra masanın üzərində bir neçə dəfə fırladıram ki, şəkər tozu ərisin. Sonra isə isti ədyalın arasında meyvələrin rəngi çıxsın deyə 2 gün saxlayıram. Növbəti videolarda görüşənə kimi hələlik.